Aleyküm dostlar. Bugün sizlerle beraber car parking oynuyoruz. Yani car parking multiplayer. Dostlar bugün size Lesa Drift atıra belə 4 dənə izli drift. Bugün sizə onu göstərəcəm. İlk öncə maşınınız sizin də mənim kimi olmalıdır. Ana mənim maşından hərəkətdə. Bir də maşın tapım gəlirəm dostlar. Tapdım. Ona başlayalım. Seni severken taktın ölümü, dokun bir kere daha öküzüm tüm günahlarım için durak. Bakın ben drifti, ben sonra bakın belə drift. Mən bunu YouTube'dan falan desəz öyrənmişəm, yox özüm öyrənmişəm. Yəni Google'da araşdıra sizə baxa bilərsiniz, mənim verdiyim ayar olmasın. Olsun mənim verdiyim ayar 100% olacaq, əminəm buna. Çünki hamı test edir, hamıya vermişəm bu ayarı. Hamı test edir və olur. Mən bir də düz yer tapım arkadaşlar, gəlirəm. Markete baxayım, gəlirəm. Bura biraz boşluktu, bakın belə. Gördüğünüz kimi mənim attığım kimi drift atmaq istəyirsinizsə, bu videonu axıra kimi izləyin. Bakın bir daha girməyəm. Gördüğünüz kimi indi ayarları keçək. Ayarları keçək dostlar. İlk öncəliklə hər şeyi bağlayırsınız. Tək otomatik qalır və AWD-ni atırsınız. İndi oyundan çıxırsınız. İndi bir şey göstərəcəm. Kaydı bağlayayım. İndi göstərdim, ayar eləyin. Ondan sonra drift ala bilərsiniz. Tamam. Bu ayarlar dostlar belədir. Yandırıb baxa bilərsiniz. Bu ayarlar da belədir. İndi gəl nəticəyə baxaq. Bəli dostlar, nəticə indi də belədir nəticə. Gördüyünüz kimi drift atır. Baxın gördünüz. Baxın bax. Gördüyünüz kimi tək ayarla belə drift ata bilərsiniz. Yəni çox asan atılır. Günlər, aylar bir dənə şey var. Onu izləmişəm onu. Deyir ki, aylarınızı, günlərinizi verməlisiniz. O səhv deyir əslində. Mən bir dənə aylarla gördüyünüz kimi belə atı drift ata bilərsiniz. Təzə dostlar, özünüzə yaxşı baxın. Bir sonraki videolarda görüşmək üzere. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşərik. Bye bye. Kanala abunə olmayın. Ne olar, kanala abunə olub like atın. Sağ olun.